Səsimə fikir verməyin, səsim bəli, hələ də düzəlməyib. Bundan əvvəlki videoya baxsaz anlayacaqsınız nəyə görə səsim bu hala qalıb. Çünki prom vlog, veçer vlogu var, orada çox hızlı toplar içdim, axırda belə oldu. Crystal Hall. Gəldik, çıxdıq, indi də buradayıq. Mərzu geyinlərimiz buradadır. Səsim batıb. Kanalım var, bir ki YouTube-ya. Bəli, hər zaman YouTube-dayım. Subscribe-lara salam deyin. Səsim niyə belə çıxır? Çünki buzlu su içmişəm. Sanki bir kişi danışır. Hello. Külək dəhşət idi. Burada da istəmişik. Nə saç qaldı, nə makyaj qaldı. Hamısı ərində əyin baş qaldı. Dreyvin səsinə fikrə verməyə çalışın. Çünki qonşular bayaqdan mənim başıma aparıblar. Nə? Keçirik içəri uşaqlar. Buraxılar içəri. Amma bu videonu çəkib editləməliyəm. Ona görə danışmağa məcburam. Deməli bizi burada belə gözlətdilər. Bir təsəvvür edin. 1 saata yaxın gözlədik və Crystal Hall-a qədər çox yabıcı külək idi. Normal bir şəkil çəkdirə bilmədik. Elə bir bu külək bizdən əl çəkmir. Prom gündə də külək var idi. Burada çox isti idi artıq. Gəldik Crystal Hall-un düz qapılarının ağzına gözləyirdik ki, içəri buraxsınlar. Dediyim kimi bizi çox uzun gözlətdilər. Sıxlıq, təsəvvür edin, hamı. Mamanı görməyə çalışıram. Buralarda bir də mama olmalı. Qırmızı yerlərdə, amma bilmirəm hardadır. Bezmişdi. Hətta kadrlara baxsaz görərsiniz ki, qrup yoldaşlarımdan biri ayaqqabılarını çıxartdı, yəni artıq ayaq yalın dayandı. Çox belə idi, yəni ayaq yalın dayanmışdılar. Mən ağıllı iş görüb, nə yaxşı ki, krasova giymişdim. Altı hündür, biraz ağ krasova. Mən deyirəm. Yönəldicilərə mən deyirəm, çox tərəfdə qabadama deyir. Hə, bəli. Həmişə oturmuşuq. Biliyorum. Oturmamışıq. Ayaq üstəyik. Mən otura bilmirəm. Merinos qoyunda, andal Allaha. Şir parçamız var. Əslində biraz açılacaq. Darasaydı açılardı. Daramamışam ki, açılsın. Mən də bulmaq istəyirəm ya. Bir dənə yeri sizə göstərim. Burada hələ başlamamışdı. Saat 5 desələr də 7-də başladı. Biz də bu ərəfələrdə çoxlu şəkillər çəkdirdik. Orada fotobus vardı. Orada şəkillər çəkdirdik. Ən əsası çox gözəl TikToklar çəkdik ki, onları görmək üçün gedib TikTok səhifəmi izləməyi unutmayın. Çünki hamısını paylaşmışam. Çox maraqlı və gözəl TikToklar çəkmişik. Elə gedin indi baxa bilərsiniz. Hello. Necəsiz? İzləyicilərimiz. Necəsiz? Bugün sonuncu günlərimizdən biridir. Bugün yıkılımlı sonunda. Literally. Kolan stendinə, orada fotobusda şəkil çəkildi. Mən kola istəyirəm. Coca-Cola sponsor elə bizə. Rapunzel. Canım padruqam mənim bir dənə gül hədiyyə elədi. Çox sağ olsun. Və oralardadır. Masabas dəhşətdir uşaqlar. Masabas yəni elədir ki, hərəkət eləmək mümkün deyil. Mamanı zorla tapıram da burada. İndi nə sağlıblar yeməyə, hamımız acından ölürük. Gedirəm onu götürməyə. Fəsində məzun olursunuz. Ən yaxşı məzunları olursunuz. Bu nailiyyət üçün çox sıxdır. Amma statistika görə nə deyir? Bu nəfər... Gecə-gündüz çəkdiyiniz zəhmət, təsirə verdiyiniz önəm, göstərdiyiniz dəstək... İndi də papaq atmaq mərasimi gəldi. Çıxdı, çalışdığım qədər həm çəkməyə, həm anı yaşamağa, həm də öz atdığım papağı tutmağa çalışırdım. Geri sayıma başlamaq istəyirəm. Qaydaları bilirik. Mənlə bərabər sayacaqsınız. Və əlbəttə ki, son rəqəmdə papaqlar göyə atılacaq. Hazırıq mı gənclər? Beləliklə 10, 9, mənlə bir yerdə 8, 7, 6, 5, 4, 3,
dolu bir gün, möhteşem bir hayat sizin olsun deyirik. Say seçme, dünyada tanınan ulduzlarındandır. Bu bir fərqlilikdir. Beləliklə, UNEK məzunları ən gür alqışlarla qarşılayın Samira Əfəndi! Selam gençler. Just like me. The cloud that I couldn't in the forest. There was no interventions. I found my inner voice again. La 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 la. Eki yapacak. No, it's a moment, no echo. Hadi millet. Eller havada. Eki I'm a liar. Play Şurada 5 sene ki ben de yönetmenciyim. Partilərdə nə qədər belə diskoteka mahnılarını sevsəm də, bilirsiniz ki, xüsusi hal-hazırda trenddə olan musiqilər var ki, onları daha çox sevirəm. Burada isə əsasən belə disko, ritmik musiqilər qoydular. Yəni hamımız çox böyük kütlə o qədər razı qalmamışdıq. Nəyə görə? Çünki gözəl mahnıların başlığını bir damcı verirdilər. Biz sevinirdik ki, aha bu mahnı gəldi, istəyirdik oynamağa. Həmin də kəsib başqa bir ritmdən onu quraşdırırlar. Düzdür, bilirəm remix deyilən bir şey var, amma başqa yerlərdə də yəni bu qədər də remixi abartmamışdılar məncə. Sadəcə ritm idi, mahnı elə də yox idi. Ona görə də çox zaman baxırdı ki, hamı dayanıb qalıb, yəni oynamır, növbəti mahnını gözləyir. Burada da gətirdiyi açkisini sumkadan çıxardığında gördü ki, ısınıb, xəşli çıxıb. Bir alqış istəyirəm sizdən. İlliyinə həm də UNEK-in 95 illik yubileyinə təsadüf edir. Biz hər birimizi səhnəyə yaxın dəvət edirik. Bunlardır. Məzun gecəsi böyük bir bayramdır. İlk musiqili qonağını təqdim etmək istəyirəm. Cleopatra was a queen like me. Bu qədər videonu izlədiyiniz üçün təşəkkürlər. Universitet videolarına hər zaman böyük dəstəyiniz və məni izlədiyiniz üçün, gözəl fikirləriniz üçün sizə təşəkkürümü bildirirəm. Bundan sonra daha maraqlı, daha rəngarəng, bir-birindən gözəl videolar gələcək. Hər zaman yanımda olduğunuz üçün və dəstəklədiyiniz üçün, gözəl motivasiya verdiyiniz üçün hər birinizi çox sevirəm. Hər birinizə təşəkkürümü bildirirəm. Nə yaxşı ki varsınız. Növbəti həftə daha maraqlı bir videoda görüşmək ümidi ilə hələlik.